Hamıya salam dostlar, mən Vasif, yeni TV videosuna xoş gəlmişsiniz. Bugün Xəyamla fərqli bir zaldayıq. Ercimə gəlmişik. Xəyam, nətərsən? Yaxşı olsun. Alanıyıq. Sağ ol, yaxşı olsun. Görək, növbəti zalımızda Nələr var, nələr var, nələr yoxdur. Yeni aparatlar. Ercimi də girək, incələyək, görək nə var, nə yox. Başlayaq. Getdik. Bayaq dediyimiz kimi dostlar, bugün Ercimdəyik. Ercim Yasamaldakı zallardan biraz fərqlənir, həm böyüklüyünə görə, həm şəraitinə görə. Birinci rastıma gələn şey divarlardakı sözlər oldu. Bayaq orada da bir dənə söz görmüşəm, onu da göstərəcəm sizə. Ercim biraz qısaca sizlərlə tanış eləyim. Bura bar bölməsidir. Məşqdən sonra istəsəz proteinlərdən, geynerlardan, idman təqviyələrindən istifadə edə bilərsiniz. Getdik tabii. Zalımız, yenə dediyim, normal zallardan böyükdür, gəzdiyimiz zallardan. Bura birbaşa kardio bölməsidir, kardio aparatları var, xizəklər var, beqaboylar var, çeşid-çeşiddir, çoxdur. Burada tros bölməsidir, 2 dənə tros var, bu yeni nəsildir, bu ona baxana biraz köhnə nəsildir. Burada Xəyam var, məşq eləyir. Digər zallardan bir fərqi də, daha çox bir yaxşı bir şeyi, qantel çeşidləri çoxdur. Yəni təxminən hər çəkidən 2 dənə, 3 dənə çeşidlər var. Klassik stildə də var, təzə stildə də var. Bura sırf qantel bölməsidir. Gəliyorum bura. Fərqli aparatlar gözmədəydi, onları göstərəcəm sizə. Bura kürəkdir, kürək polyası, yəni bura sırf aparatlardır. Bunu qol arxasıdır, bunu məşq eləyəndə göstərəcəm sizə. Burada da sırf aparat bölməsidir, kürək üçün, sinə üçün. 2 dənə qoşalı sinə, sinənin üstü. Simit aparatları, burada 2 dənə simit aparatı var. Bura yenə də normal zal, obrisi zallarımızdan, gəzdiyimiz zallardan fərqlənir. İlk gəzdiyimiz böyük zaldır deyə bilərik. Bura gəl. Burada da bu var. Back flag. Düzdür. Obrislərdən fərqlənir. Bu bölmədə sırf ayaq məşqidir, bel presidir. Burada hələ ki gəzdiyim zallarda rast gəlməmişəm, amma burada gəzdiyim kalf üçün var. Çox qəşəng hissiyat verir, eləməyə dəyər. Burada leg curl var. Burada bir dənə deyəsən artıq düşüb, kürək hərəkət var, kürək üçün. Bu şeydə də var idi, powerdə də var idi. Mən onun şeyini göstərdim sizə. Bu yana açılışıdır. Burada isə onun əksi var, içəri cəhətdən. Belə. Bu da var. O ayaq budların yan hissəsini işlədir, bu isə içəri hissəsini işlədir. Heç nə. Zalımız budur. Ən açığı zalı bəyəndim. Avrisi videolarda dediyimiz kimi burada inkişaf edə biləcəyiniz hər bir aparaturalar var. Buradan bir şey də yaxşıdır ki, burada xanım saatı da var. Xanımlar da gəlib məşq edə bilər. Bir də sənə sözü göstərəcəkdim. Gəl bura. Burada maraqlı bir cümlə gördüm, söz gördüm. Onu da Instagramda paylaşacağım. Deyir ki, ən gözəl məşq arvad sözü ilə oturub durmaqdır. 100%. Qəşəng sözdür. Heç bir zalda belə cümlə görməmişdim, burada gördüm. Heç nə, gəl görək. Xəyamla bir yüngül var, məşq eləyəcəyik. Görək başımıza nə gəlir. Burada qol arxasını işimiz var, eləyək. Heç nə. Başlayaq. Mənə eləmişdilər. Kamera, mikrofonu yandıraq. Sözü sənə? Mənə eləmişdilər. Niyə sənə? Arvad sözünü oturub durmaq lazım. Nəysə, başımızı ağrıtma sən də. Heç bir şey, getdik məşqə. İstəyirik bugün full body eləyək. Fərqli gördüyümüz bir 2 dənə aparat var, onları yoxlayaq. Gedək. Gəl. Burada bir dənə sinə aparatı gördüm. Birinci dəfə daha doğrusu burada gördüm. Düzdür, bizim zalımızda var, amma buradakı fərqli tərzdədir. Hər zalda fərqli aparatlar. Hər fərqli düzdür. Fərqli aparatlardır.
Amma bunun bir şey yaxşıdır ki, şeyi var. Stoykası var ki, sənə güc verir. Amma keçən dəfədəki məşqimizdə də orada kürək məşqinin də stoykası var idi, kömək eləyirdi. Kömək Ağır eləyirdi. çəkilərə girmək üçün. O kürəkdə idi. Kürəkdə idi. Burada sinədəyiz. Ay sağ ol. Bu mexanikdir, sərbəst çəki deyil. Mexanikdə hiss eləmək daha qəşəng olur. Bunu eləmə qaydası burada yaxşıdır. Dəstək vurdunuz. Çünki birdən məsələn 100 kilo girirsən, dirənirsən, güc verirsən, gücünü itir. Amma burada yaxşıdır. Ayağından biraz güc verdin. Burada buraxdın. Bu vəziyyətdə hop sıxışdırıb sinəni maksimum hiss eləyə bilərsiniz. Bu məşqlər haqqında videolar var. İndi yenə də sizə deyim, hər video deyirəm. Dirsəklər belə eləmirsiniz. Dirsəklər içəri yığılır ki, çiyninizi zədələməyəsiniz. Sinə qabağa, çiyinlər arxaya. Mümkün qədər buraxırsınız, sinəniz stres olur, sıxılır. Burada sıxışdırırsınız. Bu vəziyyətdə. Əla. Birinci hər zaman razminka. Bədəni qəşəng qızışdırırsınız. 10 təkrar, 12 təkrar. Burada yəni kontrol şəkildə buraxırsınız. 10 təkrar, 13 təkrar bədəni qəşəng qızışdırırsınız ki, sonradan bir şey də risk olmasın. Yəni ağır çəkilərdə həm də çiyin də zədələnə bilər. Çünki sən istər-istəməz belə eləyirsən. Arxaya da. Onun üçün burada sinə çiyin sıxılır. Çiyin sıxılır. Yəni ağır çəkilərdə. Əlbəttə ki. Dirsək biraz yığ içəri. Hoppa, все. Əla. Form qəşəngdir. Normal aparat. Bunun hissiyatı qəşəngdir ya. Mexanikin bir şey yaxşıdır ki, başlanğıc səviyyələr üçün öyrənmək üçün əladır. Oynaqları işlətmək, eləmək. Amma sərbəst çəkiləri birdən-birə sərbəst çəkilərə girmək problemdir. Normal aparat. Yəni elə trenerlər var ki, müəllimlər də uşaqları birdən-birə sərbəst çək öyrədirlər. Hə? Mən onun çox da tərəfdarı deyiləm. Girib yorumlarda yazarlar da yəni. Səhv düşüncələrdir. Hər şey olsun da yazsınlar. Yəni müasir aparatlar çıxandan baş öyrənmək daha asanlaşıbdır. Hop. Öyrənməyə qalsa, onda gedib old school'da olanları öyrənsinlər, sonra gəlsinlər. Old school'da tamam fərqli idi hər şey. Hoppa. İndi aparatlar... Askolta da mexanik şeylər var deyə, belə aparatlar var idi. Çox deyil də, qardaşım az idi, çox az idi. Əlbəttə ki. İndi daha müasirləşib hər Bir şey. setdə gir, burada sinənin üstü var, bunu da yoxlayaq. Burada maksimum hiss elədiyiniz nöqtə bax, sinənin bax bu hissəsidir, dartılan hissədir. Gün də hava soyuqdur. Dəhşət soyuq. Amma biz ona görə yəni fərq eləmir bizə. Əslində yatmalıydı bu günə, istirahət günümüz idi. Bazar günü idi. 6-cı məşq eləmişik. Amma zalları tanıtmaq üçün gəlirik, videolar çəkirik ki, Yasamal bölgəsində yaşayan insanlar zallara gələ bilsinlər. Burada da şey var ha, həmin məsələ bax burada da var. Qoyduq, buradan sıxışdırırsınız, ayaqdan sıxışdırırsınız ki, qantel qalxsın yuxarı, qantel deyirəm, aparat burada səviyyədə. Mən yəni fikir verirəm, rejimdə hamısı belədir. Orada da aparat da var. Bu necə hissiyat verir? Hoppa, bu qəşəng vurur. Əla, kontrollu şəkildə yenə qoyursunuz. Oranı çək. Xahiş edirəm, qaydalara riayət edin. Məşq edəndən sonra daşları yerinə qoyun, mütləq. Bir gün bir sən ara istəyirəm. Bir tanışımızın tanışı var, aparatlar satır. Fitness aparatları satır. İstəyirəm bir gün gedək ora. Hardadır o? Səhv eləmirəmsə, Batumda tərəfdədir. Gedək bir gün ora, danışaq. Bizə bir dənə şərait yaratsınlar. Oradakı fərqli aparatlar çoxdur orada. Onlarla danışaq. Belə məşq eləməyəm, amma çəkək. Çəkək də aparatlara baxaq, görək nə fərqli daha nə aparat var orada. Sinədə 2 dənə hərəkət elədik, 2 dənə aparat elədik. Gözümüzə fərqli dəyən. İkisi də qəşəng idi. İkisi də qəşəng idi. Yəni ikisi də mexanik hərəkətlərdir. Sərbəst çəkilər deyil. Fərqli olmalarına bir şey yaxşıdır ki, çəkini qaldıranda çox da gücənmirsən. Yəni ayaq dəstəyi var. Bir də bu gəzdiyimiz zallarda çox yox idi. Burada sərbəst çəki çiyin aparatı var. Aparat deyil, sərbəst çəkində. Buradakı məsələ budur. Girirsiniz, buradan ötürdünüz. Hop, bu. Düzdür, bu çox adam çətinlik çəkir belə şeylərdə, sərbəst çəkilərdə. Başlanğıc səviyyələr bunu Smith də eləyə bilər.
Xəyəm elə belə yoxlu gör. Boş Sərbət çəki olduğu üçün yaxşıdır. Yəni bunda önəmli olan stoykanın olmasıdır da. Yoxla gör. Hissələri bir etsəriyik. Ay sağ. Yuxarı, başımın üstünə. Əla. Bu ama gəzdiyimiz Allahın heç birində görməmişəm bundan. Çoxunda Smith var idi. Smith aparatı var idi. Amma burada bu var. Ya bu sən çəki qoyub eləmək yaxşıdır. Mən Prime dönəmimdə, Çətindir. Prime dediyim hardasa sən danışıram 5 il bundan əvvəl. İndi o qədər ağır girmirəm. Sərbət çəkdə 80 kilo girirdim. Sinə. Amma keçən dəfə niyə sən biz məşq eləyəndə yadındadır da. Sərbət çəkidə yəni bura şeylər qoyurduq. Çəkilər. Çəkilər. Stoykalara. Stoykalar. O elə olur. Stoykalarını eləyirdik də pas. Amma bu tamam fərqlidir də. Çəki qoyaq yoxsa razımka kimi girək? Gələ belə bir dənə çəki yoxlayaq 10 kilo. Yaxşı. Daşlar da elə burada var. Daşlar da belədir. Düzdür, biraz klassikdən fərqlənir. Al 10 kilo burada da var. Belə. Hoppa. Hoppa. Bizə gedir. Qəşəngdir ha bu. Yaxşıdır. Ha bu tamam fərqlidir. Əlbəttə ki. Bu gün zal açığı bizə görə özəl açıblar. Buradan müəllimə çox sağ ol deyirik. Bazar günləri zal işləmir. Yəni Bazar günləri normal zal işləmir. Birinci günün 6-cı günə qədər işləyir. 2-4-6 xanımların günüdür. Səhv eləmirəmsə günortaya qədər. Səhər tezdən günortaya qədər xanımların günüdür. Burada ayrıdır, 1-5 xanımlar. 1-5 xanımlardır. 1-5 xanımlardır. Daha doğrusu çaşdırdı məni. 1-5 normal kişilərdir. 2-4-6 xanımlardır. Günortaya qədərdir. Hə. Günortadan sonra Yaxşıdır. xanımlar deyil. Yəni gələnlər də ki, Elə adı kimi edəcəm qruplar burada. hə də bir yerdə məşq eləyə bilirlər onu. Yəni də burada negativ bir hərəkət. Aparat çoxdur. Aparat çoxdur. Aparat sayına zəngin olan bəlkə gəzdiyimiz zallardan yəni yeganə İlki buradır. Yaxşısı bu. İlki Çünki buradır. aparat sayı çoxdur. Amma məsələn orada sinənin altı da var. Düz biraz uzaqdadır. Turnik aparat da var. Turnik aparatı bundan əvvəlki bizim zalda da var, şeydə də var. Powerdə də var idi. Abi bir şey yaxşıdır ki, yəni basılı olmur bu zalda. Çünki deyən implant aparatları çoxdur. 4 dənədir. Smith 1, aparatları 2, 3, 4 dənədir. Ay su. Yəni qəşəngdir. Pristani aparatı da var. Aparat deyən yəni sərbəst çəki var da. Yox, Yox. genişlik olaraq genişdir. Qəşəng zaldır. Yəni mən bəyəndim şəxsən. Bir şey yaxşı ki, elə sənin söz və qüvvət. Məsələn, bu da sənin üstü, bu da sənin üstü. 3 nəfər bunda işləyəndə, məsələn, zalda 6 nəfər sinənin üstü işləyirsə, 3 nəfər bunda işləyəndə 3 nəfər bunda işləyə biləcək. Hə, pol. Basa-basa olmayacaq. Yəni sıxlıq Məsələ olmadı. budur. Amma elə zalda var ki, bu aparat bir dənədir. Abi kimsə Əlbəttə kimsə ki. gözləyir ki, yəni şeydir. Həm vaxt gedir, Mən həm gözləyim, hə, bu qutarsın. Sonra ondan sonra növbə şəkildə məliyim. burada bundan da var. Mən ən sevdiyim aparatlardan Hə, o biridir. keçən dəfə şeylədi. Duruşlardan biridir. Qəşəng, yəni o Çox qəşəng bir şeydir. Bu köhnə o birisi videoda göstərdik. Bu tutuş, yəni muazzam hissiyat verir. mən keçən dəfə deyirəm, bununla elədim. Yəni 2 dənə hərəkət eləmişik də. Amma getdim kürəyimin arxası ağrıdı. hiss Sən edir. təsəvvür elə. O pump hiss eləyirsən, pump Hə. qalır. Buranın lat-pulldanı bir dənə yoxlamaq istəyərdim. Lat-pulldanlar hər zalda fərqlidir. O məsələn Silverdə 2 trostlu deyildi. 2 trostlu. Hı. Amma burada tək trostdu. Bizim obisi zalda da bir trosludur. Amma Powerdə də bir trostlu. Hə. Bu da çox qəşəng xəyam. Hə. Məsafəsi uzundur. Kürəyi maksimum dartışdıra bilirsən. Buraxa bilirsən ki, kürəyin sıxılsın. Yox, deyim. Müdürlüyünə bax, bir dənə yoxla. Aparatın keyfiyyətini hiss edirsən. Yaxşıdır, hə. Əli vuran kimi. Burada hər tərəfli eləyə bilərsiniz, də bilirsiniz. Belə də eləyə bilərsən, belə də eləyə bilərsən, tutuşlar ona görə dəyişir. Bir də boy hündür olanlar üçün geniş eləyə bilərsiniz. Bir də belə bir tutuş gördüm. Belə. Bu da kürək üçündür. Buradan tutursan. Buradan. Çək işte. Yoxlayaq. Bir set yoxlayaq bunu. Bir set yoxlayaq. Buradan bu tutuşdu. Belə. Elə bir ki, sinəmin bu hissəsi girir burada. Bax. Bu. Üçbucağın biraz geniş variantıdır. Hə, yəni deyirəm də, sən aparat zal çox aparatdan atacaqlarla Hop. yəni zəngindir. Əlbəttə ki.
Yəni deyirəm, düşük büdcəli zallar var, yüksək büdcəli zallar var. Bu məsələn belə orta büdcəli zallardan biridir. Əslində məşq edə bilən üçün zal fərqi yoxdur. İstənilən zalda məşq edə bilər. İstər aşağı səviyyəli zal olsun, istər orta, istər üst. Qəşəng. Amma yenə də məsələn, bura başlanğıc səviyyəsi üçün idealdır. Çünki sərbəst çəki demək olar yoxdur. Sərbəst çəkilər ancaq o başladı, jimnaziyalardır, və burada qantellərdir. Qantellər çox zəngindir. Qantellər əlbəttə çox zəngindir. Yəni 50 kiloya qədər var. burada 70 kilo da var, 140 kilo. Görmüsən? Hə. Hansılardır? 70 kilo var ha. 70 kilodur. Diyor. Ağırdır 70. Yapışdırıblar 70 kilodur. 50 kilo var burada. 50, 55, 45, 70 var. Necə yəni götürərəm onu niyə? 70 deyil, o çoxdur məncə. Hə? Yoxsa 70 deyil, yox 70'dir. Razminkassan, zədələyərsən özünü. Nətər yəni? İndi onu nətər qoyarsan yerinə? Nə? Qoyaram. Qoy görüm. Zədələyərsən özünü. Yatırıram ana. Qardaşın güclüdür. Mən yoxdum, gözləyəcəm mən də yoxdum. Mənim düzü barmaqlarım balacadır, inanmıram qaldıra bunu. Yox, ağırdır. Dincəl sonra qoyarıq, tələsmə, qoyarıq. Deməli, dostlar, fərqli gördüyümüz aparatdan biri də qol arxası üçündür. Bu, qol arxasının bu hərəkətin olması önəmli bir şey var ki, qolun 3/2-si qol arxasıdır və bizə lazım olan qol arxasını sən də xəyəm göstərək. Sıx qolu, poz ver. Və qolun bu hissəsi qolu böyle göstərən əzələlərdən biridir. Ona görə onun üçün eləyə biləcəyiniz ən ideal hərəkətlərdən biridir. İstər sərbəst çəkidə, istər ağır çəkidə. Burada da bir şey yaxşıdır ki, yenə stoyka ilə güc verirsiniz bu formada. Əla. Mən birinci gələndə yoxladım bunu. Qəşəngdir. Yəni siz video çəkəndə. Biz bunu adətən sərbəst eləyirik. Qantellərlə, ümumiyyətlə. Bu jim aparatdır da, bu tamam fərqli bir şeydir. Aparatdır. Yəni stabil saxlayır. Həm də bu zədələnməyə qoymur qolu. Əlbəttə ki. Prost bir şey deyim ki, baş arxası hərəkətlərində mütləq oynaqlarınızı, dirsəklərinizi ya iplə, ya düz trosdan qızışdırın, sonra girin. Zala 500-dən neçə verərsən? 5-dən 4. 5-dən 4. 4 səndə nəyə görə? Nəyə görə? Oradakı sözə görə. Yox. 4'ü mən o sözə görə yox ha. Ən gözəl məşqlər araba sözü ilə oturdurmalıdır. Ona görə yox. Sadəcə olaraq qriftləri biraz əksikdir. Bəli. Çünki pisəncə şey deyil. Amma zal baxımından çox idealdır. Aparat sayı, hər şey. Əlbəttə ki. Hər aparatdan 2-2-dir, 3-3-dür. Yəni bu cəhətdən çox yaxşıdır. Valla. Heç nə, qısaca salımız budur. Yəni biz zalı bəyəndik. Zal 500-dən bizdən 4 alır. Qəşəng. Zalda bizə lazım olan hər bir aparat var, hər bir aparatura var. Yəni zalda əksik heç nə yoxdur. Zalda hər şey qaydasındadır. Gələ bilərsiniz, məşq eləyə bilərsiniz. Ünvanı videonun altına yerləşdirəcəm. Növbəti zalımız görək hara gedirik. Yenə yasamaq üstündə hələ zalları gəzəcəyik. Görək növbəti zalımız hardadır. Videonu bəyənib abunə olmağı unutmayın. Xəyəm, gəlsən məşqlərimizi eləyirik, zalları tanıdırıq. İnşallah davam edəcəyik. İnşallah. Növbəti zallarımız olacaq. Heç bir şey. Sağ olun, özünüzə yaxşı baxın, görüşərik. Məşq eləyin, məşqsiz qalmayın.